Amerika Birləşmiş Ştatlarının New York şəhərində fəaliyyət göstərən My Way Azərbaycan məktəbi ilə tanış edəcək. Belə ki, bu məktəb 2013-cü ildə öz qapılarını açıb. Burada həm Azərbaycanlı ailələrin, eləcə də Amerikalı ailələrin və New Yorkda yaşayan müxtəlif icmaların övladları təhsil alırlar. Burada Azərbaycan musiqisi, incəsənəti, mədəniyyəti təbliğ olunur. Gəlin bu məktəbin qurucusu olan Alyona xanımı tanıyaq. O 20 il öncə Bakıdan New Yorka köç edib. Alyona xanımın hekayəsini və bu məktəbin yaranma tarixçəsini onun öz dilindən eşidəcəyik. My name is Alyona Badalova. I'm living in New York 20 years. Mənim adım Alyonadır. 2005-ci ilin yanvar ayında ailəmlə bərabər New Yorka köçmüşəm və artıq 20 ildir ki, New Yorkda yaşayırıq. Milliyyətcə atam Bakı yəhudisi, anam isə rusdur. Onlar Bakıda tanış olub evləniblər. Rusiyada doğulmuşam. Mən dünyaya gələndən cəmi 6 ay sonra onlar yenidən Bakıya köçüblər. 2005-ci ilə qədər bütün həyatım Bakıda keçib. Atam 3 il əvvəl, anam isə bir neçə ay əvvəl vəfat etdi. Ailəliyəm. Həyat yoldaşım da Azərbaycanlıdır və 2 övladımız var. Oğlum 28 yaşındadır, o baytar həkimidir. Hazırda New Yorkda yaşayır və işləyir. Qızım isə rəssamdır. Onun işlərini bu mərkəzdə də görə bilərsiniz. O burada təhsil alıb. Mən Azərbaycana çox bağlı bir insanam. Şükürlər olsun ki, hələ də Azərbaycan vətəndaşıyam. Amerika vətəndaşlığım yoxdur. Birləşmiş Ştatlara köçməyimizin səbəbi ailəmlə bağlı idi. Çünki atamın bütün ailəsi New Yorkda yaşayırdı. Biz birlikdə bura köçdük. Atam, anam və mənim ailəm. Buraya gələndə məktəbə qədər uşaqlar üçün nəzərdə tutulmuş qayğı mərkəzi açmaq istəyirdim. Hətta bunun üçün lisenziya da aldım. Ancaq bu plan işə yaramadı. Daha sonra Qafqaz Yəhudi Mədəniyyət Mərkəzində könüllü çalışmağa başladım. Bir müddət sonra kiçik bir rəqs qrupu yaratdıq. 60 məktəbli mərkəzimizdə rəqs dərslərinə qatılırdı. Biz müxtəlif tədbirlərdə iştirak edirdik. Həmin ərəfədə Ağ Evdə və Konqresdə çıxışlarımız oldu. Daha sonra New Yorkda fəaliyyət göstərən Azərbaycanlı rəssam və heykəltaraş Emin Quliyevlə tanış oldum. Onun təklifi ilə rəqs proqramımıza rəsm dərsləri də əlavə etməyə qərar verdik. 2005-ci ilin yanvarından fəaliyyətə başladıq. Amma rəsmi olaraq 2013-cü ildə mərkəzimiz öz qapılarını açdı. Mərkəzimizin adı My Way, yəni mənim yolumdur. Bu ad mərkəzimizin hazırki sənət direktoru Emin Quliyevin təklifi idi. Biz qərara gəldik ki, bu məktəb rəqs, musiqi, idman sayəsində hər bir uşağın öz yolunu tapa biləcəyi bir məkan olsun. Hazırda məktəbimizdə rəsm dərsləri ilə yanaşı rəqs, musiqi və idman proqramları da fəaliyyət göstərir. Futbol dərslərimiz başqa bir məkanda keçirilir. Orada 60-a yaxın şagirdimiz var. Hər il futbol mərkəzimizdə Azərbaycanın məşhur futbolçusu Anatoliy Banışevski adına futbol turniri təşkil olunur ki, biz Azərbaycan idmanını bu ölkədə də təbliğ edirik. Pandemiyadan əvvəl məktəbimizdə 260-dan çox şagird təhsil alırdı. Burada Qafqaz və Azərbaycan rəqsləri üzrə dərslərimiz var. Bu dərslərdə müxtəlif millətlərdən olan uşaqlar iştirak edirlər. Əvvəllər rəqs dərslərində əsasən dağ yəhudiləri və Azərbaycanlı ailələrin uşaqları iştirak edirdi. Ancaq indi Amerikada doğulan uşaqlar da Azərbaycan rəqslərini öyrənirlər. Burada rəqs müəllimlərimiz şagirdlərə Novruz rəqsləri, tərəkəmə, ləzginka və sarı gəlin kimi rəqsləri öyrədir. Məktəb valideynlərimizin və dövlətin maliyyə dəstəyi ilə fəaliyyət göstərir. Son 9 ildə Amerika dövləti məktəbimizi rəsmi olaraq tanıyıb və bizə qrantlar ayrılıb.
Bizim ən mühüm layihələrimizdən biri İpək Yolu Festivalıdır. Bu festival iyunun 1-də baş tutacaq. Burada İpək Yolu boyunca yerləşən bütün ölkələrin mədəniyyətləri təqdim ediləcək. Azərbaycan da bizim məktəb vasitəsilə təmsil olunacaq. Bundan başqa biz Xocalı soyqırımı ilə bağlı Kolumbiya Universitetində silsilə rəsm sərgiləri keçirmişik. Biz Azərbaycan üçün çalışırıq, Azərbaycanla birlikdəyik adlı proqramımız çərçivəsində isə hər il Amerikalı uşaqlar Azərbaycan mövzusunda rəsmlər çəkir və həmin rəsmlərdən ibarət sərgilər açırıq. Həmin uşaqların heç biri Azərbaycanda olmasalar da ölkəmizi öz əsərlərində mükəmməl şəkildə təsvir edirlər. Bir sözlə konsertlərdə, festivallarda, müsabiqələrdə fəal iştirak edən bu mərkəzimiz Azərbaycan mədəniyyətini və incəsənətini Amerikada təbliğ etməklə yanaşı ənənələri qoruyaraq digər icmaların diqqətini Azərbaycanın parlaq mədəni irsinə cəlb edir. Mərkəzimiz Birləşmiş Millətlər Təşkilatının Qlobal Etika və Multikulturalizm proqramının tərkibindədir. Bu ay bizim Amerika Birləşmiş Ştatlarının Konqresində 3 din, İslam, Xristianlıq və Yahudilik mövzusunda sərgimiz olacaq. Çünki Azərbaycan multikultural ölkədir və biz dünyaya bunu göstərmək istəyirik. Amerika hökuməti New York şəhərinin meriyası və müxtəlif təşkilatlar tərəfindən onlarla mükafatlara layiq görülmüşük. New York şəhərinin sabiq və hazırki meri tez-tez bizim tədbirlərimizə qatılır. Onlar şagirdlərimizi təşəkkürnamə və diplomlarla mükafatlandırıblar. Adətən ildə 2 dəfə Azərbaycana gedirəm. Çünki orada başqa məktəblərlə əməkdaşlıq çərçivəsində layihələrimiz var. Bu səbəbdən sevimli ölkəmi görmək üçün həmişə fürsət axtarıram. Biz proqramlarımızı genişləndirmək istəyirik. Eyni zamanda Azərbaycan mədəniyyətini daha geniş auditoriyaya tanıtmaq üçün yeni festivallar təşkil etməyi planlaşdırırıq. Bununla yanaşı Azərbaycandan uşaqları bura gətirmək və MyWay mərkəzinin uşaqlarını isə Azərbaycana aparmağı planlaşdırırıq. Bu mədəniyyət mübadiləsi hər iki tərəf üçün faydalı olacaq. Bütün planlarım və arzularım Azərbaycanla bağlıdır. Azərbaycan mənim hər şeyimdir. Amerikaya isə minnətdaram. Çünki Amerika mənə xəyallarımı gerçəkləşdirmək, uşaqlarla işləmək və öz mərkəzimi yaratmağa imkan verdi. Amma qeyd etdiyim kimi, mənim ruhum Azərbaycandadır. Gözəl ölkəm Azərbaycana sülh və sabitliyi arzuluyuram. Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Mən fəxr edirəm ki, Azərbaycan kimi zəngin bir ölkədə doğulmuşam. Azərbaycan hökuməti dini azlıqlara, kilsələrə və sinagoglara dəstək verir və bu dünyanın heç bir yerində yoxdur. Sizin vasitənizlə bütün Azərbaycana sevgi və salamlarımı göndərirəm. Hamınızı öpürəm.